İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam edir. Bugün Xocalı rayonunun Şuşakənd, Ballıca və Badara kəndlərinə növbəti köç olub. Bu mərhələdə Şuşakəndə 51 nəfərdən ibarət 14, Ballıcaya 38 nəfərdən ibarət 9 və Badaraya 18 nəfərdən ibarət 6 ailə köçülüb. Bu köçlə Şuşakəndə 93, Ballıcaya 237, Badaraya isə 43 ailənin daimi qayıdışı təmin ediləcək. Oyunla bağlı danışaq, oyunla bağlı köməklik göstərək, işləyir, təmin olsun. Məqsəd burada sizin Bugün çox sevincliyəm, həm kədərliyəm, həm sevincliyəm, kədərliyəm ona görə ki, bu vətən həsrəti ilə yaşayan ata-analarımız, şəhidlərimiz bugünkü günü bugünü görmədi. Sevincliyəm də ki, gəlmişəm torpağıma, vətənimə. Xəyallarla yaşayırdım, o kənddəki xəyallarımla yaşayırdım ki, gedəm oralarda o xəyallarımı davam etdirəm. Hal-hazırda çıxanda az yaşımız var idi, indi düzdür, o yaşda deyil. Amma yenə də o xəyallarla yaşayıram ki, hər şükür torpaqlarımıza qayıtdıq. Ancaq didərgin həyatı yaşamışıq. Bugün tam arxain, tam rahat evimizə gəlmişik. Bundan gözəl sevincisi, bundan gözəl duyğu ola bilməz. Yəni, bugünkü günümüzə şükür.